Hər birinizi kanalda xoş gördük. Bugün buranı yığışdıracağıq. Bura evin ən çox batan, ən çox əşya olan, ən tez-tez belə deyim, təmizliyə ehtiyacı olan yeridir. Mən gözləyirdim ki, məktəb bitsin və bütün işlərim bitsin. Buranı ot ido, yəni aşağıdan yuxarı, necə deyim, yuxarıdan aşağı, başdan sona tərtəmiz təmizləyim. Burada da bir tullantı əşya çıxacaq. İndi hamısını göstərəcəm sizə. Yay təmizliyi eləyirəm və bu təmizlikdən sonra da artıq bir spesik yazacağam ki, uşaqlara nələr alınmalıdır, istər məktəb üçün olsun, istər baxacağam əksikləri nələrdir, onları tamamlamaq üçün bir spesik yazacağam, sonra da onları alacağım bura üçün. Başlayaq. Əvvəlcə iş sahəmi boşaldıram ki, mənə burada işləmək rahat olsun. Əvvəlcə buraları göstərim planım. Əslində bura mənim polkamdır, uşaqların deyil. Çox dəhşət bir gündədir. Şimdi buraları təmizləyəcək. Göstərim sizə. Əslində çox danışmayacağım. Temboldə səsimin batmışkən sizi danışığımdan yormaq istəmirəm. Sadəcə dərin, dib köşə elədiyim təmizliyi detallı şəkildə sizinlə bölüşmək istəyirəm. Təmizlikdə yorucu olan şey əşyaları yerləşdirmək ya da otağı silmək, təmizləmək deyil. Bu əşyanı saxlayım yoxsa həyatın qərarını verməkdir. Ən yorucu mərhələsi buradır və burada da çox detallı xırda əşyalardır və çox əşyalardır və mən bir-bir bunlara qərar vermişəm ki, bunları saxlayım yoxsa atım. Əslində otağı tam bitirəndən sonra istəyirdim ki, bu vloqu hazırlayım, paylaşım. Amma gördüm ki, tək şkaf təmizliyi detallı göstərmək istədim, necə təmizlədim. Tək şkaf təmizliyi 1 saatdan çox oldu, yəni editləməmişdən qabaq. Düşündüm ki, bütün evi təmizləyəndən sonra, bütün otağı təmizləyəndən sonra, daha doğrusu uşaqların otağını təmizləyirəm. Paylaşsam çox uzun, yorucu ola bilər. Ona görə də sizi yormamaq adına təmizlik vloqunu seriya şəklində tutdum. Bu birinci hissəsidir. Bundan sonra da yəqin ki 2 hissədə olacaq. 2 və 3-cü hissələrdə olacaq. Daha sonra isə ən maraqlı hissəsi olacaq. Hansı əksiklərimiz var, onları alış-veriş listi eləyib, bilmirəm indi hardan alacağım. Ola bilsin yarısını Temudan, yarısını Trendyoldan və yarısını da Sədərəkdən aldım. Amma artıq buranı yığışdıra-yığışdıra mənə bəlli olurdu ki, mən nələr almalıyam. Gündəlik çox məşğul oluram. Axşamlar yürüyüşə gedirik dəniz kənarına. Kursum var, dərsə hazırlaşıram və ev işləri, uşaqlar, yemək. Bu işlərim çox olmağına baxmayaraq, bu demək deyil ki, mən o dərin təmizliyi eləməməliyəm. Amma dərin təmizliyə görə də digər işlərimi də belə deyim də gözdən çıxartmamalıyam. Ona görə hissəli şəkildə eləyirəm. Həm yorucu olmur, həm necə deyir, sürdürülə bilir olur. O söz Azərbaycan necə davamlı olur. Yəni ki, nədənsə, nəyəsə görə vazgeçmirəm. Hər ikisini necə apara bilərəm bir yerdə. Onu beynimdə belə deyim də təşkil eləməyə çalışıram, yaratmağa çalışıram. Təmiz bir ev, təmiz bir zehin deməkdir. Bizim bəzən enerjimiz bu otağı təmizləməliyəm, bu evi təmizləməliyəm, buranı yığışdırmalıyam. Daimi döngülərdə olan fikirlərə axır. Biz bunun fərqində olmuruq. Və bəzi evimizdə əşyalar var ki, biz onu illərdir istifadə eləmirik və bəlkə də heç vaxt istifadə eləməyəcəyik, amma onu evdə yük olaraq saxlayırıq. Biz onun düşüncə səviyyəsində yük olduğunu görmürük. Amma şuur altında o bizə yapışmış bir parçamız kimi olur, hansı ki o parçanı biz istifadə eləmirik və həqiqətən bizi gecikdirir, yaşamağa gecikdirir, əylənməyə gecikdirir, hiss eləməyə gecikdirir. Bilmirəm, indi bunları danışmağım bilmirəm necə qarşılanacaq, nə dərəcədə başa düşüləcək, amma inanın ki, mən çox təlim almışam, çox dəstək almışam və başa düşürəm ki, hər dəfə nələrsə təzə bir şeylərə qoşanı başa düşürəm ki, heç nəyin yoxdursa belə, nəysə bir iş görməyə, bir iş qurmağa, bir yüksəlməyə, yəni sıfır səviyyəsi otağı təmizləməkdən başlamaqdır, evi təmizləməkdən başlamaqdır. Bu, necə deyim, sıfırda olan üçün də keçərlidir, milyonda olan üçün də keçərlidir. Təmiz bir ev, təmiz bir zehindir, təmiz bir enerjidir və yüksəlmək istəyirsənsə evini təmizlə. Özü pis eləyirsənsə evini təmizlə. Yaxşı hiss eləməyə ehtiyacın varsa evini təmizlə. Yəni təmizlik sadəcə bir təmizlik deyil, həqiqətən o moment, təmizlədiyim moment mənim üçün qətiyyən maraqlı keçmir. Heç zövq almıram. Heç mənalı bir şey gəlmir mənə. Amma yığışdırandan sonraki o hiss üçün o qədər vaxt, o qədər əziyyəti çəkməyə dəyir. Bu bahalı dopamindir. Telefonu scroll eləyəndə aldığımız dopamin kimi deyil. O dopamini almaq üçün əziyyət çəkirik.
və o dopamin də çox keyfiyyətli dopamin olur və bizə hərəkət eləməyə məcbur edən dopamin olur. Yəni ki, bax bunu elədin, bu zövq aldın, bu hissi yaşadın. Daha çox nə elə ki, daha çox o hissləri yaşayasan. Belə qızlar, çox danışıb sizi yormayacağam. Videonun bundan sonraki bölümünü artıq səssiz bir şəkildə davam edəcəyiz. Sizi kanalımda görməyə çox şadam. Əgər ilk dəfədir kanalımdasınızsa, kanalımı bəyənin, abunə olun. Çünki bir də qarşınıza çıxmaya bilərəm və adımı xatırlayıb tapmaya bilərsiniz. Çünki məndə belə şeylər çox olur. Çox bəyəndiyim birini görürəm, izləyirəm, abunə olmaq yadımdan çıxır. Sonra nə qədər düşünürəm, o adamın adını tapa bilmirəm və bir də heç vaxt qabağıma çıxmır və çox peşman oluram. Abunə olun, abunə sayımın artdığını görəndə çox sevinirəm. Fikirlərinizi yazın, necə oldu, əvvəl və sonra hissəsi necə oldu, siz olsaydınız nələr eləyərdiniz və düşüncələrim barəsində mənlə həmfikirsizmi, yoxsa ki, siz başqa cür mü düşünürsünüz? Mənə bunlar çox maraqlıdır. Və izləyicilərim arasında bir xanım var. Demək olar ki, bütün paylaşımlarımı komment bildirir, bəyənir. Çox təşəkkür edirəm buradan o xanıma, var olsun dəstəyinə görə. Qadın qadının yurdu olmalıdır həqiqətən. Göstərdiyiniz dəstəyə görə sizə çox təşəkkür edirəm. Nuray Bayramova, var olasınız həmişə. Dəstəyiniz mənim üçün çox dəyərlidir və sizin hər kommentinizi görəndə çox xoşbəxt oluram.
Kızlar, hələ ki tam şəkildə göstərmirəm, çünki 10% işim qaldı. Ona görə indi duş alıb kursa getməliyəm. Qalanında sabah eləyəcəm artıq, çünki gec olur. Mən saat 7-də gəlirəm. Gələndən sonra da yemək hazırlayıram. Ondan sonra da hər gün axşam Ruslanla dəniz kənarına yürüyüşə gedirik. Vaxt olmur. İnşallah sabah davam eləyəcəm və bunun detallı formada da içləri necə alındı, hamısını sizə göstərəcəm və çıxan zibil bu qədərdir. Belə görünməyəndə baxmayın, çox yekə kulokdur. Hələ 2 dənə də balaca kuloklar, adi market kuloklarından çıxmışdı.